Deməli, o vaxtı rejissorumuz Muxtar idi, atanıdı, bir də mən idim. Leningradda restoranda oturup çörək yeyirdik. Birdən rejissorumuz Muxtar məni Mendilini rəqsə dəvət elədi. İndi mən də karyerama görə neynəməliydim? Atqaz eləyə bilməzdim. Qalxdım ayağa, başladıq biz bir yerdə Mendilini rəqs eləməyə. Başımız necə qarışıbsa, onda ayıldık ki, atan gedib qol saatını verib, hesabı bağlayıb, küsüb gedib. Yenə də sağ olsun ki... Muxtar. Yox. Spartak. Elə həmin dəqiqə gedib, afisiyanta pulu ödəyib, atanın